OMON dəstəsi əmilərimin evinə basqın edib, 2 nəfəri öldürüb, 6 nəfəri həbs edib. Bunu Oxahaza açıqlamasında Yekaterinburqda qətlə yetirilən Səfərov qardaşlarının qohumu Elnur Səfərov bildirib. O deyib ki, hadisə qəfil baş verib. Hücum olunan evlər əmilərin və onların övladlarının evləridir. Onun dəstəsi qəfilaltı evə hücum edib. Əmilərim Ziyəddin Səfərov və Hüseyn Səfərovu qətlə yetirib. 6 nəfəri isə həbs ediblər. Həbs olunanlara xüsusi işgəncələr verilib. 4 əmindən hələ xəbər ala bilmirik. Saxlanılan 2 əmim oğlunu Vüqar və Məhəmməd Səfərovu bugün sərbəst buraxıblar. Amma hazırda 4 əmim Kamal Məzahir, Ayaz və Zakir Səfərovlardan hələ də xəbər yoxdur. Vüqar və Məhəmmədin bədənində müxtəlif bədən xəsarətləri var. Onları xəstəxanaya apardıq, yardım etdilər. Həbs olunan qohumlarımızın hamısına xüsusi amansızlıqla işgəncələr veriblər. Hamısının bədəninə elektrik cərəyanı buraxıblar, zülm veriblər. Əmimgilə də ağır işgəncələri veriblər. Ancaq onlardan hələ xəbər tuta bilmirik. Hadisə nəyə görə olub, hansı səbəbdən saxlanılıblar? Bizə heç bir məlumat verməyiblər. Qətlə yetirilən Səfərov qardaşlarının cənazələrinin Azərbaycana gətirilməsinə gəlincə isə Elnur Səfərov qeyd edib ki, bu haqda onlara hələ məlumat verilməyib. Məlumata görə cənazələrin bizə veriləcəyi tarix sabah açıqlanacaq. Əlavə edək ki, dünən Rusiyanın Yekaterinburq şəhərində 50 Azərbaycanlı təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Hadisə nəticəsində 5 nəfər öldürülüb.